Bilirsinizmi mənim üçün radio nədir? Radio 20-ci əsrin əvvəli izmlərin Avropada kafelərdə yığışıb müxtəlif bəyanatlar verdiyi zaman aralarına qəfildən həqiqi səs kimi girən, hamını özünün doğruluğuna şübhələndirən balaca bir texniki qonaq. Radio bütün dünyanın bir-biri ilə vuruşduğu zaman silah səslərinin arasında musiqi dəqiqələri eşidilən sığınacaq. Radio dünyanın 1/6-də yeni növ Sovet adamı yetişdirilən təcrübənin, şeir, nəsr, musiqi əhvalının təntənəli, dramatik təsviri. Radio bir diktorun dəmir səsinə adamların həm səfərbər olduğu, həm vahimələndiyi, həyəcanlandığı, həm də səhərə ümidləndiyi bir boşluq. Radio 20-ci əsrin sonuna yaxın Azərbaycan və azadlıq sözlərinin simfoniya kimi səslənən xoru. Radio 20 yanvar, 26 fevral ağraclarını yaşayan, uzun illər səsi Qarabağda eşidilməyən, simi qırılmış saz. Radio, ümummilli liderin gələcəyə inamlı çağırış yeri. Radio, Ali Başkomandanın zəfər müjdələrini elan etdiyi müqəddəs mehrab. Radio, bir əlində silah, amalında və avazında dumanlı dağlar görünən xudayarların şəhidlik məqamından səslənən ən duyğun musiqi. Radio qulaqlara sevgi pıçıldayan, qəlbimizə ümid verən, üzümüzə sevinç nuru bəxş edən, bir əsri haqlamış Azərbaycan radiosu. Əziz dinləyicilər, sizi Həmrəylik günü münasibəti ilə təbrik edirəm və yeni zəfərlərlə dolu anlar, günlər, illər arzulayıram. Hörmətlə, Rafiq Həşimov.